Bir gün Rusiyada biri olur Azərbaycanlı. Qayıdıb Azərbaycana gəlməsi, gəlir aeroporta. Qulaq as hissi. Nəysə gəlir qıza yaxınlaşır ki, "Здравствуйте. Bilet, qıza bilet deyən kimi qız qayıdıb bir bax. Fio. Belə deyən kimi bu bilet gözü kəlləsinə çıxır, bilmir axı rus dilində. Fio. Nəsə kör peşman, nəsə başa düşmür, qayıdır çıxır gəlir evinə. Səhərsi gün təzədən yenə gəlir aeroporta. Pulunu bir uzadır ki, bilet Baku. Qız oradan qayıdır ki, Fio. Belə deyən kimi başa düşmür yenə. Yenə kör peşman qayıdır çıxır gedir ki, bazara gəlir dostlarından soruşur. Hə deyir 2 gündür getmək istəyirəm, Rusiyaya evimə qayıtmaq istəyirəm Bakıya. Gedib qıza deyir mənə bilet ver. Mənə qayıdır oradan deyir ki, Fio. Deyir mən də bilmirəm Fio nə deməkdir. Qayıdıb deyirlər ki, hə dəlisən Fio rus dilində familiya, imя, отчество. Adın, familiyan atanın adı. Başa düşdün? Nasıl gəlir ki ya? Gəlir qızın yanına aeroporta aerokasya bilet almaq istəyəndə qız baxır ki, yenə budur. Bildin? Deyir, dayı bilet pajası qız qayıdır bak. Fio. Elə deyən kimi bu da qayıdır ki, Xuyo. Nəsə belə deyir. Qız baxır görür ki, nəsə söyüş bu başa düşdün. Yavam yaşaz ben padam namaz sud. Məhkəməyə verəcəm səndən nə varacam. Nəsə bu gedən verir məhkəməyə. Nəsə məhkəmə çağırır, çadır oturub hakim nəsə qayıdır qıza soruşur ki, bəs sizə nə sual veribdi bu? Deyir, mən qayıtdı ki, bilet, mən də qayıtdım dedim ki, Fio. Bəs qayıtdı ki, Fio nə deməkdir? Qayıtdı deyir ki, familiya, imя, отчество. Qaqaşdan soruşur və sən nə dedin? Bu da qayıtdı ki, Xuyo. Deyir ki, bəs o nə deməkdir? Qayıtdı deyir ki, Xuda verdiyev, Uğur Yaquboğlu.